Salam değerli izleyiciler, kanalıma hoş geldiniz. Bugün ben qozlu şirniyyat hazırlayıram. Mütəkkə formasında. Bunun için bize lazımdır 2 stəkan yarım un. Ələkdən keçirirəm. Daha sonra 150 qram yağı süzgəcdən keçirirəm. Mən burada kərə yağından istifadə elədim. Lakin siz istəsəniz mətbəx yağından da, istənilən mətbəx yağından da istifadə edə bilərsiniz. Bizim yağ burada soyuducudan, buzluqdan çıxıb deyə çox möhkəmdir və mən süzgəcdən keçirirəm. Siz istəsəniz yağı xırda-xırda da doğrayıb onun üzərinə əlavə edə bilərsiniz. Yəni bizim burada məqsədimiz odur ki, yağla unu qarışdırıb omaçalına gətirmək. Yağı süzgəcdən keçirdim. Bunun üzərinə əlavə edib umacı hazırlayıram. Daha sonra üzərinə biraz duz və 200 qram soyuq xama əlavə edirəm. Xəmiri yoğururam. Yumuşaq xəmir alınır. Burada həm yağ soyuqdur, həm xama soyuqdur. Yəni xəmiri yoğurduqda xama soyuducudan çıxmış olmalıdır. Otaq temperaturunda olsa, xəmiri yoğurduqca yağ xəmirdə əriyə bilər. Odur ki, xama tam soyuq olmalıdır xəmiri yoğurmaq üçün. Yumuşaq xəmir alınır. Mən bu xəmirdən 2 dənə gündə hazırlayıram. Əziz xanımlar, siz istəsəniz eyni bu xəmirdən 4 gündə hazırlaya bilərsiniz. Deməli 2 dənə gündəni hazırlayıram. Soyuducuda yarım saat gözlədirəm. Daha sonra içliyi hazırlayıram. Bunun üçün 1 dolu stəkan qoz ləpəsi. Lakin bizim stəkan burada 200 qramlıq stəkandan böyükdür. Hardasa qramdan desək 180 qram, 200 qrama yaxın qoz ləpəsi. Daha sonra bir 160 qram, 170 qram da şəkər tozu. Yəni həmən stəkandan istifadə elədim. Şəkər tozunda da sadəcə olaraq stəkanın başı aşağı şəkər tozu istifadə elədim və 1 ədəd yumurtanın ağını da qarışdırdım içliyə. Yumurta ağını ona görə istifadə elədim ki, yəni içli yuxanın arasında dağılmasın. Sonda zövqə görə hil və yaxud vanildən istifadə oluna bilər. Mən burada vanildən istifadə elədim. Xəmir soyuducuda dinləndikdən sonra yuxanı yayıram. Deməli, mənim burada 2 gündə hazırlamışdım. Hansı ki, həmən gündələr böyük olduğu üçün yuxalar da böyük alındı. 16 hissəyə bölürəm mən bu yuxanı. Qeyd etdiyim kimi siz istəsəniz 4 gündə hazırlaya bilərsiniz eyni xəmirdən. O zaman yuxanı siz 8 hissəyə bölsəniz kifayət eləyir. Burada bizim yuxa böyük olduğu üçün mən 16 hissəyə bölürəm. Və içliyi 2 yerə ayırmışam. 2 yuxaya istifadə edəcəm. Kəsilmiş yuxalara içlikləri yığıram və kənarlarını bərkidib mütəkkə formasında bükürəm. Burada diqqət edin. Deməli, içliyi qoyduqdan sonra kənarları möhkəm birləşsin. Əgər zəif birləşdirsəniz, sobada şirniyyat bişdikcə içərisinin şəkər tozu əriyib listə yapışacaq. Eyni qaydada 2 gündən ikisini də hazırladığım mütəkkə formasında şirniyyatı bizim burada 32 ədəd şirniyyatımız alındı. Üzərinə hansı ki 1 ədəd yumurtanın ağını içliyə istifadə eləmişdim. Sarısını da üzərinə çəkirəm şirniyyatın. Əvvəlcədən qızdırılmış 180 dərəcəli sobada alt üst qızarana qədər bişirirəm. Şirniyyat hazır oldu. Əziz xanımlar, mən burada sizə göstərmək istəyirəm ki, bəzi mütəkkələrin kənarlarını möhkəm sıxmamışam deyə bu formada qıraqlarından şəkər tozu əriyib şirniyyat listə yapışıb. Yəni diqqət edin ki, sizdə belə olmasın. Kənarlarını möhkəm bükün. Belə olsa belə şirniyyatımız çox gözəl, ləzzətli, yüngül, kövrək alınıb. Həqiqətən çox ləzzətli bir şirniyyatdır. İnşallah siz də bu formada hazırlayarsınız. Bəyənmə düyməsinə toxunmağı unutmayın. İnşallah kanalımda yeni reseptlərlə görüşənədək.